Təqdimatda olan slaydların bölmələrə ayrılması ilə bağlı verilən fikirlərdən yanlış olanı müəyyən edin. Deməli, PowerPoint proqramına aid bir sual görürük və həmin şəklə diqqət eləsək, burada təqdimatda olan slaydların 3 bölməyə ayrıldığını görürük. Birinci bölmə qlobal şəbəkələr bölməsidir, ikinci bölmə modemdir, üçüncü bölmə internet protokollarıdır. Burada birinci və ikinci bölmənin tərkibində olan slaydlar açıq şəkildə verilib. Hansı ki, görürük ki, birinci bölmədə 3 slayd var, ikinci bölmədə isə 2 dənə slayd var. Digər bölmənin içərisində olan slaydları görməsək belə, yanında mötərizə içərisində sayı görə bilirik. Üçüncü bölmədə də slaydların sayı 6-dır. Onda təqdimatda cəmi neçə dənə slayd var? Cəmi 11 dənə slayd var və bizim təqdimatımızda olan slaydlar 3 bölməyə ayrılıb. Məsələn, buna baxıram təqdimat daxilində. Məsələn, mən bütün bölmələrin tərkibini yığanda bu sayı daha aşkar görə bilirəm. Birinci bölmədə 3 slayd var, ikinci bölmədə 2 slayd var, digər bölmədə 6 slayd var. Deməli, bizim təqdimatımızda cəmi 11 slayd var və slaydlar 3 bölməyə ayrılıb. Ümumiyyətlə, təqdimatda olan slaydları bölmələrə ayırmağı Home tabından edə bilərik. Home tabında Slides qrupunda Section əmri var. Burada slaydı bölmələrə ayıra bilərik. Hər bir bölmənin adını dəyişə bilərəm və ya bölmələri ləğv edə bilərəm. Yəni, sectiondan həm bölmə əlavə etmək olur və həm də bölmələr üzərində müəyyən əməliyyatlar yerinə yetirə bilirəm. Yəni, ad dəyişimi edə bilərəm, bölmələrin tərkibini aça bilərəm, tərkibini yığa bilərəm və ya bölmələri ləğv edə bilərəm. Onda baxıram, bəli, bölmə əlavə etməyi Home tabından etmək mümkündür. Təqdimatda olan slaydlar, bəli, 3 bölməyə ayrılmışdır və təqdimatda cəmi 11 slayd var. Bölmələrin adını da dəyişə bilərəm, elə section'ın öz daxilindən. Amma Insert tabından yeni bir bölmə əlavə edə bilmirəm. Onda bizdən yanlış olanı istəyir və yanlış olan cavab budur ki, insert tabından etmək mümkündür. Bu mümkün deyil. Deməli, yanlış olan cavab odur ki, insert tabından etmək mümkündür.